Yandan üz çəkməkdə əziyyət çəkirdinizsə, bu videodan sonra əziyyət çəkməyəcəksən, qabiliyyətə ehtiyac yox. Bu arada portret sifarişləri qəbul edirəm və rəsm dərsləri keçirəm onlayn formatda. Birinci dairədən başlayırıq. Sadə dairə çəkirsən və ondan sonra orta xəttimizi tapırıq. Orta xətt qaş arasında yerləşdiyi üçün biz düz şəkildə çəkirik və çənəmizi qeyd edirik. Çox uzun eləmə, çünki çənə o qədər də uzun olmayacaq. Ondan sonra tapırıq saç xətti, qaş xətti, göz xətti, burun xətti və dodaq xətti. Burnun üç bucağını qeyd edə bilərsən ki, rahat olsun. Çox uzağa aparma, burnu uzun olmasın. Qulaqları da qaşla burnun arasında yerləşir. Eyni hündürlükdə. Ondan sonra yumuşaldırsan və keçirsən formalara. Alnın forması biraz qabarıq olur. Burnu tam axıra kimi formanı işləmirsən. Amma əsas odur, enini sən düzgün yerləşdirərsən. Burada üç bucaq formada olur. Ondan sonra dodağın nöqtəsini tapandan sonra biz üç bucaq formada dodağımızı qeyd edirik. Üst dodağı və alt dodağı. Və çənə hissəsini isə sadəcə biraz yumrulaşdırırıq və axıra qədər aparmırıq. Saç yerini mən bu şəkildə qeyd edirəm. Siz də belə qeyd edə bilərsiniz. Və ondan sonra çənə xəttinin sadəcə boşluğunu buraxıb qulaqlarını qeyd edirəm və ən axırda onları birləşdirəcəm. Saçı isə burada biz böyük ehtimal siz də çəkəndə böyüdəcəksiniz məsafəni. Çünki kəllə isə biraz enli olur. Mən qaşın formasını təxmini qoyuram, gözün formasını təxmini qoyuram. Belə səhifəmdə baxa bilərsiniz detallı göz, burun, dodaq hamısını necə bir-bir çəkmək lazım deyə izah var videoda. Işıq kölgəsinə kimi canlı şəkildə boğazını istəsəz çəkidə bilərsiniz, istəsəz çəkməyə bilərsiniz. Əsas odur, bu əzələrin yerini qeyd eləyin və boğazınızın da bu forması təxmini hazırdır. Görürsünüz, çox asandır. Başqa nə izah eləyim? Portret sifarişləri qəbul edirəm, istəyən şəxsiyə yaza bilər.